Yaqubun məktubu. 3-cü fəsil. Dil haqqında. Qardaşlarım, bildiyiniz kimi biz müəllimlər daha ciddi bir mühakimədən keçəcəyik. Bu səbəbə görə də çoxunuz müəllim olmayın. Çünki hamımız çox büdürəyirik. Sözləri ilə büdürəməyən bir kimsə bütün bədəni də yüyənləyə bilən kamil bir insandır. Bizə itayət eləsinlər deyə atların ağzına yüyən taxırıq. Beləcə bütün bədənlərini döndəririk. Bax, gəmilər də böyük olduqları və güclü küləklər tərəfindən aparıldıqları halda, sükançının könlü hara istəyirsə, kiçicik bir sükandan ora dönür. Dil də elədir. Bədənin kiçik üzvüdür, amma çox öyünür. Baxın, balaca bir qığılcım böyük bir meşəni yandırır. Dil də oddur. Dil bədən üzvlərimizin arasında haqsızlıq dünyasıdır. O bütün bədənimizi ləkələyir və özü cəhənnəmdən odlandırıldığı kimi həyatımızın gedişatını da odlandırır. Çünki istər heyvanların, istərsə də quşların, istər sürünənlərin, istərsə də dəniz məxluqlarının hər cinsi insan nəsli tərəfindən əhəlləşdirilir və əhəlləşdirilmişdir. Amma dili heç bir insan əhəlləşdirə bilmir. Dil qarşısı alınmaz bəladır və öldürücü zəhərlə doludur. Dilimizlə Rəbb ataya alqış edirik. Dilimizlə də Allahın surətində yaradılmış insanları lənətləyirik. Alqış və lənət eyni ağızdan çıxır. Qardaşlarım, bu belə olmamalıdır. Bir bulağın eyni gözündən şirin və acı su çıxarmı? Qardaşlarım, əncir ağacı zeytun və üzüm tənəyi də əncir yetişdirə bilərmi? Eləcə də şor bulaqdan şirin su gələ bilməz. Həqiqi müdriklik. Aranızda müdrik və dərrakəli olan varmı? Qoy o öz yaxşı həyat tərzi ilə, müdriklikdən yaranan həlimliklə yaxşı əməllərini göstərsin. Amma ürəyinizdə acı qısqanclıq, xudbin ehtiras varsa, öyünməyin və həqiqəti inkar eləməyin. Belə müdriklik yuxarıdan nazil olan müdriklik deyil. Ancaq dünyəvi, ruhani olmayan və şeytani müdriklikdir. Çünki harda qısqanclıq və xudbin ehtiras varsa, orada qarışıqlıq və hər cür pis əməl vardır. Amma yuxarıda nazil olan müdriklik əvvəla safdır. Sonra da sülhpərvərdir, mülayimdir, itayətlidir, mərhəmət və xeyirli bəhrələrlə doludur. Qərəzsizdir, riyasızdır. Sülh yaradanların əkdiyi sülh toxumlarından salihlik bəhrəsi yetişir.